Uğurlu dövrə qədəm qoyan bürclər, yaxın günlərdə həyat enerjisi, fürsətlər və bərəkət bu bürclərin yanındadır. Qoç yeni başlanğıclar üçün ideal zamandır. Əvvəllər tıxanmış məsələlər indi açılacaq. Hərəkətə keç. Məsləhət, cəsarətli ol, taleyin səndən yanadır. Buğa maddi qazanc və sabitlik dövrü yaxınlaşır. Əziyyətin bəhrəsini alacaqsan. Məsləhət, səbrini qorusan, hər şey planına uyğun gedəcək. Xərçəng, həyatında müsbət dönüş baş verir. Yeni tanışlıqlar, sevgi və ailə ilə harmoniya ön planda olacaq. Məsləhət, keçmişi burax, yeniliyi qəbul et. Tərəzi ədalətli qərarların və yeni tərəfdaşlıqların vaxtıdır. Uğur sənə sosial çevrədən gələcək. Məsləhət, insanlarla mehriban davran, qapılar sənin üçün açılacaq. Oğlaq, karyera və nüfuz sahəsində yüksəliş dövrünə girirsən. Planlı hərəkət səni zirvəyə aparacaq. Məsləhət, riskdən qorxma, bu dəfə uduzmayacaqsan. Balıq ruhən və mənəvi baxımdan güclənirsən. İntuisiyan səni doğru istiqamətə aparacaq. Məsləhət, daxili səsini dinlə, o sənə uğurun açarını verəcək. İstəsən bu proqnozu pul və karyera uğuru üzrə ayrıca şəkildə də yaza bilər. Şir sənin üçün də uğurlu bir mərhələ başlayır. Amma bu dövr özünü göstərmək və liderliyini sübut etmək üzərində qurulacaq. Yaxın zamanda səni sevindirəcək xəbərlər, ictimai tanınma və biraz da maddi artım gözlənilir. Məsləhət, öz işinə inamla yanaş, tərif gözləmə, sən öz parıltınla hər yeri işıqlandıracaqsan.